Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mən indi sizinlə bir səs yazısı paylaşacağım. Əsasən də bizim Azərbaycan Respublikasının görkəmli aktyorlarından biri olan Məmməd Səfa müəllimlə bizim aramızda 2020-ci ildə iyul döyüşləri, yəni sentyabr döyüşlərindən qabaq olan iyul döyüşləri, hansı ki cənab general-mayor şəhid olan ərəfəyə təsadüf etmişdi. Biz həmən ərəfələrdə çox belə gərgin bir vəziyyətdə idik. Və söz vaxtını çəkdi, gəldi oldu sentyabr ayı döyüş oldu. Həmən vaxtı bir vəziyyət oldu. Orada biz bir kino izlədik, Dolu kinosu. İzləyənlər, bilənlər çox gözəl bilər. Xüsusən də onun ikinci seriyası. Mən o kinodan çox təsirlənmişdim. Və həmən dəqiqə düzdür, elə həmən döyüş vaxtı döyüş yerində könüllülərdə çox vaxt rabitə olurdu. Onlar rahat çəkiliş eləyə bilirdilər, rahat danışa bilirdilər. Biz rabitə vasitəsi tapdıq və Səfa müəllimlə əlaqəyə keçdim. Mən onu bir dəfə avtobusda görmüşdüm. Bircə dəfə avtobusda görmüşdüm həyatımda. Kursnik vaxtlarımız idi həmən vaxtı. Mən onunla düşəndə onunla görüşdüm. Gözüm dola-dola ona demişdim ki, biz bir gün Qarabağa gedəcəyik. Və həmin o Dolu kinosuna baxanda onunla görüşüm yadıma düşdü. Çünki mən orada onun əlini sıxıb onunla görüşəndə onun özü də kövrəldi. Dedim ki, komandir, biz bir gün Qarabağa gedəcəyik. Birbaşa yaxınlaşdım, dedim ki, komandir, mən pələngəm və bir gün pələng olub biz Qarabağa gedəcəyik. Xülasə, mən sizə indi o səs yazıları təqdim edirəm. Çünki o Dolu kinosuna biz baxırdıq və kinodan sonra çox bərk sarsıldım gecə ilə. Yəni mən o insana səslər atdım. İndi bəlkə də mənə sonra indi tanıyacaq. Çünki o mənə vurğulamışdı ki, mütləq məni axtar tap. Amma elə oldu ki, baş qarışıq oldu. Sonra biz Ukraynaya getdik, qayıtdıq təzədən. Görüşmək nəsib olmadı. İnşallah Məmməd Səfa müəllim qismət olaraq görüşərik sizinlə. Yəni, sizinlə görüşmək mənə böyük bir qürur hissi olar. Çünki biz gəncləri vətənpərvər ruhda, yəni siz yetişdirmişsiniz və sizin yetişdirdiyiniz gənclər ki, biz o Qarabağa getdik. İndi sizə həmin o səs yazılarını təqdim edirəm. Qulaq asarsınız. Komandir salam. Hər vaxtınız xeyir olsun. Komandir, bilmirəm yadınıza düşəcəm yoxsa yox. Bir vaxtlar 21 nömrəli avtobusda qarşılaşmışdıq sizdən. Düşəndə 28-də görüşmüşdüm sizdən. Dolu filminin ikinci hissəsinin nə vaxt çəkiləcəyini sizdən soruşmuşdum. Gözüm dola-dola. Demişdiniz maliyə buraxan yox idi, ona görə qaldı. Komandir, həmən oğlan sizə yazır. O süjetin sonunda barikadan kösür sizə. Drakonla, Palagimlə. Komandir, biz oradayıq. Biz bazardıq. Biz bazardıq, komandir. Ora biz qaydacıq. Və komandir, o Dolunun ikinci hissəsini orada çəkərik inşallah. Yerimiz görsəndir, komandir. Çətin məni tanıyarsınız. Özümüzdən müqayət olun, komandir. Gözləyəcək sizi, komandir. İnan ki, bəlkə də mənim həyatımda ən gözəl, belə deyək, zənglərdən biri oldu. Mən sənin bu zəngini İnan ki, telefonumda həmişəlik qoruyub saxlayacağım. Öpürəm səni, bərk-bərk bağrıma basıram. Bütün dostlara hamıya salamımı yetir və inşallah biz qələbə filmini bir yerdə çəkəcəyik. Əlbəttə ki, bizim qəhrəman o əsgərlərimizlə bir yerdə, onların köməyi ilə bir yerdə. Öpürəm səni. Üzürlü say ki, mən biraz gec sənin səsinə qulaq asmışam. Çünki mənim internetim bir müddət olmadı. Sonra gedir, gəlir, getdi, gəldi. Mən görə bilməmişəm. Qardaşımcan, öpürəm səni, qucaqlayıram səni. Söz tapmıram deməyə. Allah sizi var eləsin. İnşallah Allahın köməkliyi ilə o mənfur, o alçaq, o ilan xislətli belə deyil, o düşmənin başını əzəsiz və əzəcəksiz və əzmisiz artıq bir şey qalmayıb. Öptüm dostum səni, öptüm, özünü qoru, bərk-bərk qoru və biz görüşəcəyik Allahın köməkliyi ilə. Həqiqətən də çox ağır bir vəziyyətdir. Mən hərdən tək qalanda, boş olanda, yəni ətrafında heç kim olmayanda mən o səslərə təkrar qulaq asıram. Məmməd Səfa müəllim, yəni çox kövrəldici bir kadrlar idi mənim üçün. Mən fəxr edirəm ki, bizim Azərbaycanımızda sizin kimi vətənpərvər ruhda aktyorları, incəsənət xadimləri, sənətkarları var. Qarabağ Azərbaycandır və Azərbaycanın da olacaq.
Hər şey üçün çox sağ ol. Batalyon! Komandaya kulak as! Drakon dəstəsiyle sağdan çıxır. Ben merkezden. Korkup kaçan olsa yerindece vurulacak. Komandaya hazır ol! Yarım saat icazə ver mənə. Mən BTR aşırdarım, komandir. Vurulacaksan. Uşaqlar qırılacaq. Batalyon! Drakon BTR aşırmak için yarım saat vaxt istəyir. Yarım saatten sonra komandaya hazır ol!